İran bölünüb Turan olur. Ermənistan isə özü boyda Zəngəzur dəhlizinə çevrilir. Musavat.com xəbər verir ki, əməkdar jurnalist Rauf Arifoğlu'nun günlər əvvəl Ayr24 kanalında verdiyi proqnoz tam dəqiqliklə gerçəkləşib. O çıxışında bildirib ki, Amerika və İsrail birjalar bağlanar-bağlanmaz həftə sonu vurqaç taktikası ilə İrana zərbə endirəcək. Trump'ın 2 həftə vaxt var bəyanatının blef olduğunu, əsl göstəricinin isə Amerikanın hərbi hazırlığı və Netanyahu'nun davranışları olduğunu Rauf Arifoğlu öz çıxışında vurğulamışdı. Arifoğlu'nun sosial şəbəkədə paylaşdığı şərh və proqnoz isə diqqəti çəkir. Bu həftə sonu olacağını gözləyirdim. Birjalar reaksiya verənə qədər vurqaç taktikası ilə İran vurulacaq deyə saytımızda da yazmışdım. Trump'ın 2 həftə bəyanatı isə inandırıcı değildi. Amerika hərb maşınının manevrləri və Netanyahu'nun davranışları isə bombaların yolda olduğunu göstərirdi. Səngiyəcək bundan belə. İran rejimini uzatmağa gücü və raketi Amerika və İsrailin isə əsası qalmayıb. Biraz da irəli getsələr, İranda hakimiyyət itəcək, xaos və qlobal köç başlayacaq deyə bildirib Rauf Arifoğlu. O eyni zamanda İranı bölmək qərarı yoxdur deyib, eyni zamanda çox mühüm geosiyasi tezisi də ortaya qoyub ki, İran bölünsə yerində Turan yüksələcək. İranın 7 qonşusundan 3'ü Türk Dövlətləri Təşkilatı üzvüdür, yəni Azərbaycan, Türkiyə və Türkmənistan. Pakistan da qardaş dövlətdir. Ermənistan isə bu ssenaridə Zəngəzur dəhlizinə çevrilir. Və bu sətirlər indi baş verənlərə işıq tutur və bölgədəki strateji oyunların mahiyyətini açır. Sözü gedən çıxışın detallarını izləyirik, dəyərli izləyiciler. Amma mən sizə bir şey deyim mi? Necə Trump belə İran unamadı ki, da Trump'ın sözü var, İsrail vurmaz. Necə o cür manevr olundu? Bu gecə ola bilər yəni. Bu cümə gününün axşamı Amerikada gün başlayanda, yəni İran Amerika vasitəsilə də vurula bilər. Çünki bütün beynəlxalq müşahidəçilərin fikrincə Amerika bunu etmək üçün regiondakı qoşunlarının hərəkətini, müəyyən manevrlərini, təxliyəsini hamısını həyata keçirdi. Yük təyyarələri gizlədilib. Müəyyən müdafiəsiz demək təyyarələr, nəqliyyat vasitələri, insanlar, personalın ailə üzvləri hamısı çıxarılıb bölgədən. Niyə çıxarılıb? Yəni hücumçu nə şey hazırdır? Qətərdən də çıxarılıb. Bu deməkdir ki, vurma ehtimalı vurmamaya ehtimalından daha çoxdur. Və əks hücumdan çəkinirlər və əks hücum demişkən burada dünyanı da bizi də təəccübləndirən